Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil emin. Seyyidina ve Mevlana ve Tebibi kulubina ve şefii zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve sellem ve ala alihil masuminel mukarremin لا سيما الحجة روحي وأرواح العالمين لتراب مقدمه الفداء أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من ألف شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر صدق الله العلي العظيم. Bu gecə İslam aləmində əlamətdar, dəyərli və eyni zamanda hüzünlü bir gecədir. Möminlərin əmiri Əli ibn Əbi Talib əleyhissalamın şəhadətlə, izzətlə, şərafətlə dünyasının dəyişdiyi gecədir. Mən öz adımdan, sizin adınızdan əsrin imamına, imam-ı zamanımıza başsağlığı diləyirəm və sonra siz möminlərə başsağlığı diləyirəm. Adətən hüzurda dünyasının dəyişən şəxsin yaxınlarına başsağlığı verərlər. Birinci növbədə onun evladlarına başsağlığı verərlər. Evladları qapı ağzında dayanar. Məclisə gələnlər onun balalarına, evladlarına başsağlığı diləyərlər. Bu hüzün fərqlidir. Bu hüzün kiməsə tək bir şəxsə başsağlığı ünvanlanması məclis deyil. Elə hamımız bir-birimizə başsağlığı veriləsi məclisdir. Çünki Ənə və Əliyyün əbəvə hazihil ümmə buyurur Peyğəmbər. Mən və Əli bu ümmətin atalarıyıq. Yəni bizim atamızın vəfatıdır, atamızın şəhid olan günüdürsə, biz elə bir-birimizə başsağlığı diləyə bilərik ki, başımız sağ olsun. Allah bu müsibətdə qəlblərimizi İmam Zamanın hüzünlü qəlbinə şərik eləsin. O necə yanır, necə qüssəlidir bu gecələr. Allah o yanğıdan, o qüssədən bizim də qəlbimizə bəxş eləsin bu gecələr. Bu gecə həm Quran süfrəsindəyik, Əl-Qur'anu Mə'dəbətullah, Quran Allah süfrəsidir. Həm Quran süfrəsində əyləşmişik, Quranın nazil olan gecəsidir. Həm də vilayət süfrəsində əyləşmişik, Natiq Quranın şəhid olan gecəsidir. Bir müqəddimə ilə bir mövzuya başlamaq istəyirəm. Çalışacağım qısa vaxt ərzində fikrimi çatdırım, mövzunu tamamlaya bilim və ondan sonra gecənin digər əməllərinə də inşallah bircə vaxtımız olsun. Varlıq aləmində bütün varlıqlar arasında bir nizam-intizam var. Allah varlıq aləmin nəzmlə yaradıb. Bütün varlığın bir-birinə əslində rabitəsi var. Hər bir varlıq digər bir varlıqla rabitədədir. Bu həmahənglik, bu sıx rabitə bütün varlıqlar arasında müştərəkdir. Yəni dünya rabitələr və əlaqələr məcmuəsidir bir mənada. Fərq etmir bu varlıqlar biri digərinə yaxındır yoxsa uzaqdır, məkanı cəhətdən.
Göydə var olan bir varlığın yerlə rabitəsi var, yerdə var olan bir varlığın səma əhli ilə, səma varlıqları ilə rabitəsi var. Bu sıx əlaqə varlıq aləminin ayrılmaz hissəsidir. Kəlam elmində Allahın varlığına dəlillərdən biri də bu mövzudur. Allahın yeganə olması, vahid olması, tək olmasının dəlillərindən biri də varlıqdakı nizam-intizam qanunudur. Yəni, bir-birinə ziddiyyət yoxdur. لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللّٰهِ لَفَسَدَتَا. Quran deyir, əgər müşriklərin zənn elədiyi kimi, güman etdiyi kimi varlıqda yaradanlar çox olsaydı, Allahlar çox olsaydı, mütləq ixtilaf olardı. Göyü ayrı bir Allah idarə eləsin, yeri ayrı bir Allah idarə eləsin, yağışı ayrı bir Allah yağdırsın, nə bilim, günəşi ayrı bir Allah işıqlandırsın, bu cürdür. Varlıq aləminin nizam-intizamı nazimin, nizamın qurucusunun birliyindən xəbər verir. İnsan vücudu kimidir. İnsanın bədəni, bütün əzaları bir-birilə rabitədədir. Çox bu məsələdə qalmaq istəmirəm. Sadəcə müqəddimə olaraq istəyirəm, çatdırım ki, varlıq aləmində insan belə daxil, hər şey nizam-intizamdadır və rabitədədir. İnsanın ayağının altında xırda bir damar belə ürəklə rabitəsi var. Ürəklə rabitəsi var, mədə ilə rabitəsi var, nə bilim, ciyərlə rabitəsi var, gözü ilə rabitəsi var. İnsan da bu varlıq aləminin bir hissəsidir deyə bu rabitədən kənarda qala bilməz. Mümkündür biz insanı təsəvvür eləyək ki, heç kəslə rabitə qurmasın. İnsan təsirlənib və təsir ötürə bilir. İnsanın elədikləri təsir, insan özü olunan, görülən işlərdən təsirlənə bilir və gördüyü işlərlə təsirləndirə bilir. Günah eləyir, bir cürə təsir göstərir. Həm özünə təsir göstərir, həm varlıq aləminə təsir göstərir. İbadət eləyir, həm özünə təsir göstərir o ibadət, həm başqa varlıq aləmində olan varlıqlara təsir göstərə bilir. Günah eləyir, ömrünə təsir eləyir. Günahı ömrünü qısaldır. Günah eləyir, ruzusuna təsir eləyir. Və fis-səmai rizquhum. Quran deyir, ruzumuz göy aləmindədir, səmadadır. Yəni, yüksək bir yerdədir. İnsan günah eləyir, ruzusu azalır. Günah göyə təsir eləyir bu mənada. Səmaya təsir eləyir. Ömrün günləri, saatları Allahın yanındadır, lövh-i məhfuzdadırsa, insan günah elədikcə ömrünü qısalda bilir, azalda bilir. Deməli, lövh-i məhfuza təsir eləyə bilir insan. İnsan günah eləyir, sülbünə təsir eləyir, nəslinə təsir eləyir. Elə dünyaya gəlməyib, amma neçə nəsil sonra dünyaya gələcək evladlarına təsir eləyə bilir. Həm pisliyi, həm yaxşılığı. Xəstəyə dua eləyir, təsir eləyir, şəfa tapır. Yağış yağmır, dua eləyir, namaz qılır, istisqa namaz qılır, buludlara təsir eləyir. Fövqəladə bir hadisə baş verir, zəlzələ olur, qorxulu bir hadisə baş verir, ayət namazı qılır, varlıq aləminə təsir eləyir. Bəs bu rabitə qanunu dünyada hakimdir və insan da bundan kənarda qala bilmir. İndi başa düşdük ki, rabitə mütləqdir, insan rabitədə olmalıdır. Hansı rabitə insana əlverişlidir? Deyir, bir varlıq dəyər tapmaq istəyirsə, özündən güclü ilə rabitədə olmalıdır. Özündən güclü ilə rabitədə olmasa dəyər tapmayacaq, zəifliyində qalacaq və o zəifliyi də mümkündür get-gedə lap zəifləsin və tamamilə sıradan çıxsın. Güclənmək istəyirsə, dəyər qazanmaq istəyirsə bir varlıq, gərək güclü ilə rabitədə olsun. Bir damla suyu təsəvvür eləyin. Bir damla su torpağın üstə düşəndə, adi bir daşın üstə düşəndə, ağacın üstə düşəndə fərq etmir. Burada qalır və o zəifliyində yavaş-yavaş aradan gedir. Amma bir damla su dənizə düşəndə, dəryaya düşəndə kamilliyə çatır.
əzəməti böyüyür, gücü böyüyür. O damla o dənizin içində yaşayır, amma güclü yaşayır. Amma torpağın üstündəki zəifdir. Deyir, Moğləvi deyir, insan ruhunu deyir, yağışın suyuna bənzədir. Deyir, insanın ruhu yağışın suyu kimidir. Enəndə göydən şəffafdır, təmizdir. Torpağa düşür, çirklənir, rəngi dəyişir, dadı dəyişir, xasiyyəti dəyişir. İndi bu su istəsə gücün, qüdrətin toparlasın, gərək özündən güclü ilə rabitəyə girsin. Ya düşdüyü yer dəniz olsun, dərya olsun, onda güclənəcək. Ya da o qurumalıdır və buxarlanmalıdır və yenidən qalxmalıdır göyə, qoşulmalıdır o gəldiyi əsl mənbəsinə, buluda və yenidən o saflığına qayıda bilir. Namaz bu mənada həyatımızda bu rolu oynayır. Biz gündə 5 dəfə namaz qılırıq, bu mənadadır. Əs-salatu miracul mumin. İnsanın çirklənmiş ruhunun göyə qalxması ilə şəffaflanması və təmizlənməsi və eyni zamanda güclənməsi. Əs-salatu miracul mumin. Oruz bu mənada bunu kəsb eləyir biz üçün. İnsan oruç tutaraq sanki mənəvi və özündən güclü bir varlığa rabitə kəsb eləyir. Yemək və içmək və s. maddi şeylərdən uzaq olaraq ruhunu paçlaşdırır, saflaşdırır. Necə su və başqa bir varlıqlar rabitədə güclənmək üçün nəyəsə möhtacdır? Məsələn, su istəyir qayıtsın, əsl mənbəsinə güclənsin, ehtiyacı var günəşə, ehtiyacı var küləyə, ehtiyacı var havaya. Ki, o günəş onun üstə düşməlidir, onu buxarlandırmalıdır və buxarlanıb yenidən əsl mənbəsinə qayıtmalıdır. İnsan da bu mənada belədir. Özündən güclü ilə rabitələnmək üçün gərək əsl məbdəyə qayıtsın, əsl məbdə ilə rabitəsini bərpa eləsin. Bu yolda da insana gərək kömək olsun. Kömək olsun, günəş kimi, hava kimi insana kömək olsun və insanı əsl paçlığa qaytara bilsin. Allah dostları, Allah vəliləri, Allahın peyğəmbərləri və imamları bu mənadadır. Yəni bizim paçlaşmağımız, bizim güclənməyimiz üçün onlar vasitədir, biz həqiqi məbdəyə çata bilək. Onlarsız olmaz, olmaz. Niyə olmaz? Çünki günəşsiz olmaz. Niyə olmaz? Çünki küləksiz olmaz. Əgər günəşsiz, küləksiz bir damlanı buluda qaldırmaq mümkün olsaydı, biz deyərdik ki, imamsız da olar. Yəni, səbəbsiz də olar, rabitəsiz də olar. Niyə onlarla? Niyə bir Allahın vəlisi olmalıdır ki, insan o güclənmək istədiyi rabitəni kəsb eləyə bilsin? Çünki qoşulmaq istədiyimiz mənbənin bütün sözlərini, yəni Allahın bütün sözləri bunların dilindədir, bunların əlindədir. Bizə Allahın çatdırmaq istədiyi sözləri Allah vəlilərinin dili ilə bizə deyir, hüccətlərinin dili ilə bizə deyir. İmam Sadiq əleyhissalam buyurur, bina-u bidəllah, bizlə Allaha bəndəlik olunur. Əslində namaz, biz namaz qılırıq, ibadət edək. Deyir ki, xeyr, bizlə ibadət eləyin. Bizə ibadət edin yox, ha. Çoxsu bunu başa düşür ki, bunlar şirk eləyir. Bunlar Peyğəmbərdən, imamdan kömək istəyərək şirk eləyir. Yox, imam deyir, bizlə ibadət. Çünki biz sizi Allaha çatdıran ən etibarlı vasitələrik. Biz təbibik. Əleyhissalam Peyğəmbərin barəsində buyurur ki, huvə təbibun dəvvarun bitibbi. O bir həkimdir, o bir təbibdir ki, öz tibbi ləvazımatı ilə xəstələrin bir-bir sorağına gəlir. Dəvvarun bitibbi, keçib bir kənarda oturmayıb, kim sağalmaq istəyir gəlsin. Özü düşüb iş başına,
özü düşüb yola və bu yolda xəstələrin bir-bir qapısına gedir. İlahi rəhbərsiz çətindir insan bir yerə yetişsin. Həm ibadətdə, həm itaətdə. Heç də təsadüfi deyil biz Qədir gecəsində Əli əleyhissalamla danışaq. Heç də təsadüfi deyil Həzrət Əli əleyhissalamın Qədir gecələrində şəhid olması. Heç təsadüfi deyil birinci Qədir gecəsində Həzrət Əlinin zərbətlənməsi, ikinci Qədir gecəsində şəhadətə yetməsi. Heç də təsadüfi deyil. Quran qarşılanırsa, Allah mesaj verir bizə ki, Quranı tək qarşılaya bilməyəcəksən. Quranı tək başa düşə bilməyəcəksən. Sən tibbidən müəyyən şeyləri bilmək istəsən də oxusan belə, yenə həkimə ehtiyacın var. Çünki sən başa düşə bilməyəcəksən, istifadəsini bilməyəcəksən. Oxuyacaqsan ayəni, onu sən heç kəs qadağan eləməyəcək. Amma mən fəssərəl Qur'ana bir rəyi, hər kəs Quranı öz istədiyi kimi təfsir eləsə, cəhənnəmdə yerini hazırlayıb. Cəhənnəmdə yerin hazırlayıb. Quran eyni zamanda ki, hidayət eləyir, müəllimsiz, ilahi hüccətsiz azdırır. Quranın hidayət elədiyini azdırmaq mümkün olmadığı kimi, Quranın azdırdığında hidayət eləmək mümkün olmur bəzən. Quranın azdırdığını hidayət eləmək çətin olur. Ona görə Peyğəmbər buyurur ki, Əliyyum məəl Quran. Əli Qurandır. Vəl Quranı məəli. Quran Əlidir. Əli Qurandır, Quran Əlidir. Biz bu gecə Quranı əlimizə alırıq, sanki qorxuruq azmaqdan. Allaha deyir ki, ilahi bizə bir köməkçi də verirsən. Biz bunu başa düşmək istəsək, kimin vasitəsilə bu ayələri biz başa düşək? Allah deyir ki, bəli, köməkçim də var. Təfsir eləyənim var. Bu gecə sənə Quranın müfəssirini də tanıtdırıram. Elə belə deyir, mən sənə bu gecə deyirəm, bu gecə möminlərin əmiri şəhadətə yetib. Yəni, istəyirəm sənə bildirəm ki, bu Quranı təfsir eləyənlə sənə həvalə eləyirəm. Təfsir eləyən olmasa, çətin olacaq sənə. Necə ki, vaxtında istədilər ayırsınlar əlini Qurandan, Quranı əlidən, nə qədər insanı zəhərlədilər, nə qədər insanı məhv elədilər. İndiyə qədər o zəhər onların qanında qalıb. İndiyə qədər o zehniyyət bugün də var. Quran bizə bəsdir, Allahın kitabı bizə bəsdir. Quranla mən hər şeyimi idarə eləyə biləcəyəm, təfəkkürü indi də var. O zehnin, o təfəkkür ki, insanları zəhərlədilər o dönəmdə, indiyə qədər davam eləyir. O azğınlıq ki, Quranla əlini ayırdılar, o azğınlıq qorxusu indi də var. Bəlkə də indi də azğınlaşıb, ondan da biraz pisdir. Ortada Quran var, Allahın kitabı var. Danışır, Quranla danışır. Amma çox qorxulu danışır. Quranla elə azdırır, Quranla elə cinayətkar yetişdirir ki, çox qorxuludur o cinayətkar. Quranla rəhmi, mərhəməti, insafın hamısını aradan apara bilir. Halbuki Quran özü rəhmət kitabıdır. Şifaun limafis sudurdur. Bütün içəridə olan dərdlərin dərmanıdır. Quranın özünü dərdə çevirir. Təfsir müəllimisiz, məsumsuz, ilahi hüccətsiz Quran özü bir dənə dərdə çevrilir insan üçün. Muaviyə gəldi Məkkəyə, lənətullah əleyh. Dedilər, İbn Abbas da buradadır. Quran təfsiri deyir. Amma elə bil bəhanə eləyib bunu. Əlidən danışır. Adını qoyub Quran təfsiri cəmaata Əlidən danışır. Deyir, gəldi, keçdi deyir İbn Abbasın yanına. Dedi ki, eşitmişəm burada Quran dərsi deyirsən. Mənə de görüm, Quran dərsidir bu, yoxsa Əlidən danışırsan? Əlinin fəzilətlərindən danışırsan. Əgər Əlinin fəzilətlərindən danışırsansa, mən imkan verməyəcəm, icazə verməyəcəm. Dedi, Muaviyə, Quranda hansı bir ayədə mənə göstər görüm, ayə var ki, oradan Əliyə çıxış olmasın. O ayədə Əlidən danışmayasan.
Hansı ayədir ki, orada Əlinin fəzilətindən toxunmayasan, qeyd eləməyəsən. Əgər mənə deyirsən ki, Əlidən danışma, yəni dolayı yolla demək istəyirsən ki, Quranı təfsir eləmə. Quranı təfsir eləyəcəmsə, gerək Əlidən də danışım. Dedi, yox, ayələr var Quranda. Dedi, yaxşı, mənə də görün, Bismillahirrahmanirrahimi mən təfsir eləyirəm. Mən burada necə Əlidən danışmayayım? Əli deyir, Bismillahirrahmanirrahim, Quranın hamısı cəm olub Fatihəyə. Fatihənin hamısı cəm olub Bismillahirrahmanirrahimə. Bismillahirrahmanirrahimin hamısı cəm olub birinci ba hərfinə, ba hərfinin nöqtəsi mənəm. Yəni, Quranın hamısı məndədir. Quranın hamısı məndədir, Quran mənəm, vurun, taxın o nizədəki Quranları salın yerə, mən sizə əmr eləyirəm. Mən necə bu şəxsdən danışmıyım? Dedi, bilirəm, başqa ayədə ilə. İnnəmā əntə munzir və likulli qovmin had. Peyğəmbər, sən qorxudansan, munzirsən, amma hər bir ümmətin bir hidayət edəni var, bir imamı var. Dedi, bu Əlidir. Dedi, bilirəm. Dedi, yaxşı, innəmā yuridullah liyuzhibə ənkumur ritsə əhləl beyt və yutəhhirakum təthira. Allah sizdən hər cür eyib və nöqsanları uzaqlaşdırıb, ey Peyğəmbər əhli beyti və sizi paç qərar verir. Dedi, burada Əli var. Dedi, bilirəm. Başqa ayə denən. Dedi, qul təaləv nədu əbnaənə və əbnaəkum və nisa'ənə və nisa'əkum. Al-İmran 61. Peyğəmbərin Nəzran xristiyanları ilə mübahisəsi. Siz də özünüzü getirin, biz də özümüzü, siz də qadınlarımızı, biz də qadınlarımızı, siz də evlatlarımızı, biz də evlatlarımızı. Dedi, özümüzdən məqsəd Peyğəmbər Əlini aparıb. Dedi, bilirəm. Qul kəfə billahi şəhidən beyni və beynəkum və mən indəhu ilmul kitab. Peyğəmbər, onlar sənin peyğəmbərliyi inkar etdiyi zaman onlara denən, mənim peyğəmbərliyimə şahid olaraq Allah və kitab elmi yanında olan kəs bəsdir. Allah məlum. Kitab elmi yanında olan kəs, Peyğəmbər dedi ki, Əli. Ağaya dedi, bilirəm. Dedi, bilirsən, bəs nə danışım, hansı ayəni oxuyum? Deyir, Maviyə dolaşdı dili, dedi ki, Dinən izə zulzilətil ərzu zilzaləhə. Zəlzələ surəsindən danış. Dedi, lap yaxşı. Maviyə lap yaxşı. Mədinədə zəlzələ oldu. Cəmaət qorxuya düşmüşdü. Əli əleyhissalam keçirdi, deyir, oradan. Cəmaəti gördü, qorxu içində ora qaçır, bura qaçır. Dedilər, ey Əbu Turab, ey torpaq atası, bəlkə sən kömək eləyəsən bizə. Deyir, gördülər, Əli əleyhissalam bir dayandı, ayağın vurdu, deyir, yerə. Dedi, ey yer, torpaq atası sənə əmr eləyir ki, sakit qal. Cəmaəti qorxuya, təşvişə salma. Dedi, Maviyə, o gündən bu yana Zəlzələ surəsini oxuyanda hamı o hadisəni xatırlayır. Hamı deyir, Əli ayağın yerə vurdu və yer sakitləşdi, aramlaşdı. Quran doludur bunlarla. İbn Abbas dedi, yəni sən deyirsən Əlidən danışma, Quranın müəllimindən danışma, yəni Quran oxuma. Ayırmaq istədilər, kim ayrıldı, böyük cinayətkar oldu. Kim ayrıldı Quran və Əhl-i Beyt xəttindən? Ümumiyyətlə, bunları bir-birindən kim ayrıldı, həlak oldu. Şamda biri gəldi İmam Səccad əleyhissalama müəyyən acı sözlər dedi. Dedi ki, pis oldu, siz üçün pis oldu. Gərək belə eləməyəydi aton. Gərək çıxmayaydı Yezidə qarşı. Falan. Xar elədilər sizi, belə, falan. Həzrət dedi ki, sən bizi tanıyırsan. O adın çəkdiyin şəxsi tanıyırsan. Dedi, yox. Amma onu bilirəm ki, siz Əmir-əl-Möminin Yezidə qarşı çıxmışsınız. Dedi, Quran oxuyursan? Dedi, Quranın bura nə dəxlisi? Dedi, sual verirəm, Quran oxuyursan? Dedi, hə. Dedi, Şura 23-cü ayəni oxumusan? Dedi, hə. Dedi, Allah mükafat istəyir Peyğəmbərin risaləti müqabilində, Əhl-i Beytinə məhəbbəti. Qurba, Peyğəmbərin yaxınları bizik. Dedi, Quran oxumusan?
Bir ayədə soruşum səndən. Əhzab 33 soruşdu ondan. Dedi, o əhl-i beyt bizik. Dedi, bunları oxuduğun halda niyə bilmirdin? Dedi, biz ancaq oxumuşuq. Bizə icazə vermirdilər bu ayələri düşünək. Soruşaq, bu nə məqsədlə deyilib? Bu kimin barəsində deyilib? Ona icazə yox idi. Amma səhərdən axşama qədər nə qədər istəyirsən, Quran oxu. Quran deyir, əfəla yetəfəkkərun. Biz bu Quranı göndərməmişik, siz ancaq oxuyasınız, elə deyəsiniz ki, biz bundan savab qazanaq və elə bunu tapşıraq ölənlərimizin ruhuna. Bu Quran təfəkkür olunmaq üçün göndərilib. Bu Quran düşünmək üçün göndərilib. Allah keçmişin qissəsin, keçmişdəki hadisələri danışır. Niyə? Həzrəti Yusufun dastanını danışır, deyir ki, əhsənəl qəsəs. Qissələrin ən gözəlini danışdım. Musa Peyğəmbərin dastanını danışır, nəhnu nəqussu əleyk, biz sənə qeybdə olan hadisələrdən xəbər veririk. Hansı ki, hazırda o yaşayanlar o hadisələrdən xəbərdardır. Biz onları sənə danışmaqla sənin ümmətüvi təfəkkürə qərq etmək istəyirik. Baxın keçmişdə inkar edənlərin aqibəti necə oldu. Baxın keçmişdə düşünməyənlərin aqibəti necə oldu. Baxın robotlaşmış düşüncə ilə yaşayanların aqibəti necə oldu. Təfəkkürü tətil eləyib, heç zərrə qədər heç nəyin barəsində düşünməyə ehtiyac yoxdur deyənlərin, ancaq Quran oxuyun, Quran sizə bəsdir deyənlərin aqibəti necə oldu, baxın. Əgər hidayəti təkcə bəndəlikdə görürsənsə, Allah'a ibadətdə görürsənsə və deyirsən ki, elə bəs edir Allah'a ibadət eləmək bu miqdarda bəsdir, sən əslində həqiqətdən qaçırsan, hazır deyirsən. Səndə iblis xarakteri var. İblis də deyirdi ki, bəsdir. Və hətta o qədər bəsdir ki, elə onun bəs dediyi şeyi biz heç vaxt təkrarlamayacağıq. O ömrümüz olmaz ki, biz 6000 il ibadət eləyək. Allah dedi, iblisə ibadət edirsən, lap yaxşı. Amma sənin ibadətin səmimiyyətini mən istəyirəm yoxlayım. Bax, Allah adamı belə bir yerdə çəkir sınağa. Quranı qarşılamağa gəlmirsən, Qədr gecəsidir, lap yaxşı. İndi gəl mən sənin bir dənə səmimiyyətini yoxlayım. Görüm, doğrudan sən Quranın qarşılamağa layiqsən, yoxsa yox. Bax, sanki bu gecə Əmir əl-Mömininin şəhadəti, Əli əleyhissalamdan danışılması, Əli əleyhissalamın mövzu olaraq bu gecədə müzakirə olunması, Qurana nə qədər sadiqsən, Qurana nə qədər belə deyək, vəfalısan, Quranı qarşılamaqda, bu iddiamda nə qədər düz adamsansa onu göstərir. Əliyə olan bağlılığın. İblisi də Allah belə çəkdi sınağa. Dedi, səcdə eləyirsən, lap yaxşı. İbadət eləyirsən, lap yaxşı. Dedi, bu 6000 illik ibadəti, səzdəvi mən bir yerdə sınağa çəkirəm. İstəyirəm yoxlayam. O sınaq da Adəmə səzdə idi. İblis tab getirmədi. Dedi Allah ki, onda səzdə də boşdur. Elədiyin ibadətlər də boşdur. Allahın vəlisinə, Allahın hüccətinə itaət eləməyi bacarmırsansa, ibadətin boşdur. Əslində, bütün vacibatların hamısı ilahi rəhbərə itaəti insanda hasil eləyir. O ibadətlər ki, təkrarlandır, riyazət var orada. Namazdır, zikirdir, bunlar riyazətdir, təkrarçılıq. İnsanda itaət ruhun dirçəldir. Nəyə itaət? Allaha itaət. Daha sonra bitir məsələ, yox, Peyğəmbərə itaət. Bitdi məsələ, yox, əsrin imamına itaət. İblis dedi, yox, səcdəm yerində, ibadətim yerində, məni bir dənə bu işdən üzürlü bil, mənə burada bir üzgörümlü elə, Adəmə səzdə eləmədim, mənə bir dənə qəzəblənmə, mənlə mehriban ol, sənə elə səzdə eləyəcəm, sənə elə ibadət eləyəcəm, Allaha dedi. Heç kəs onu təkrarlaya bilməsin.
Dedi, elə ibadət eləyəcəm sənə. Allaha dedi, möhlət ver mənə. Bu işdə məni məzur bil. Adəmi qatma bizim aramıza. Adəmi yaratmışsan lap yaxşı. Mənlə onun hesabını bir tutma. Sənə ibadətdə elə ibadət eləyim ki, bənzəri olmayacaq. Heç kəs onu təkrarlayamayacaq. Allah de cavab verdi ona. İnni uhibbu ən uta'a min heysu urid. Dedim, mən istəyirəm, mən istəyən kimi mənə itaət eləyəsən. Sən istəyən kimi yox. Sən istəyən kimi, nə olsun namaz qılacaqsan? Nə olsun səzdəyə gedəcəksən? Bu sən istəyərsən deyə. Sən istəyən kimi itaəti istəmirəm. Mən istəyən kimi itaəti istəyirəm. Deməli, namazın da, səzdənin də, rükunun da, ibadətin də dəyəri onda formalaşır, onda hasil olur ki, İnsan Allahın göstərdiyi hüccətə, imama, rəhbərə itaət eləsin, ona tərəf getsin. İn kuntum tuhibbunallah fəttəbi'uni yuhbibkumullah. Ay Peyğəmbər Allahı sevməyi iddia eləyənlər. Quran deyir ki, əgər Allahı sevməkdə iddialısızsa, fəttəbi'uni. Peyğəmbərə itaət eləyin. Qəribə sözlərdir ya bunlar. Fəttəbi'uni yuhbibkumullah. Peyğəmbər deyir, mənə itaət eləyin, Allah da sizi sevsin. Deməli, Allah varlıq aləmində bu rabitədə insanı kənarda saxlamır və insanla əsas önəmli mövzulardan biri Allahla rabitədə, yəni özündən güclü ilə rabitəyə girib güclənməkdən ötürü bir vasitələr qərar verib və o həqiqi vasitəyə, həqiqi gücə çatmaq üçün insan gedib bu vasitələrdən istifadə eləyir. Bu vasitələr əimməy əthardır, məsumlardır ki, Allah onların itaətin bizə vacib eləyib və bu qədr gecəsində bunu düşünmək üçün bizim səhərə qədər vaxtımız var ən azından. Ki, biz imamımıza nə qədər itaətkarıq, halından necə xəbərdarıq. Təbib gətirdilər İmam Həsən əleyhissalama, dedilər ki, bəlkə sağalacaq. Bəsrədən deyir, ən güclü həkim gəldi. Gəldi, deyir, gəldi Əli əleyhissalamın yanına, baxdı, deyir, Həzrətin yarasına, gördü ki, zəhər çox tünd olub. Adi zəhər deyir. Adətən xəstəyə baxanda həkim xəstənin vəziyyətinin çətinliyini görəndə başını qaldırar, evə baxar, ev əhlinə görər, kim daha toxtaqlıdır, kim daha möhkəm dayanıb ağlamır, xəstənin barəsində ona deyər. Məsələn, çıxanda deyər ki, hazırlaşın, qonağımızdır. Allah xəstələrə şifa versin. Xəstəxanalarda, evlərdə sizə, bizə iltiması dua ediblər o xəstələr ki, naəlacdırlar, ümidləri Allahadır. Deyir, bu təbib baxdı, deyir, başını qaldırdı, deyir, baxdı, sağa baxdı, sola baxdı. Gördü, bu evdə əlinin özündən başqa toxtaqlı adam yoxdur. İstədi İmam Həsənə deyə gördü, yox, taqəti yoxdur. Dedi, desəm ölər. İmam Hüseynə deyə, İmam Hüseyn ondan qabaq canını tapşırar. Deyir, gəldi əleyhissalama yaxınlaşdı. Dedi, ağa, əgər vəsiyyətin varsa yubanma. Vəsiyyətin varsa yubanma. Ondan bu evin ab-ı havası dəyişdi. Dedilər, qapını açın. Kim gəlmək istəyir, gəlsin, görsün. Ev kiçik, şərait məhdud, adam çox. Sadəcə bir neçə nəfər gəlir, əleyhissalam o anda ziyarət edir. Hücr gəlir. Səsət ibn Suhan gəlir. Əsbəq ibn Nübatə gəlir. Əsbəq ibn Nübatə deyir, qapının ağzında ağlayır. İmam Həsən çıxır, bunları aram eləyir. Deyir, aram olun, asla ağlayın. Qonağımızdır. Hamı deyir, yola salırdı. Gördü ki,
Əsbəq ibn Batə getməyib, oturub qapının ağzında. Əsbəq, niyə getmirsən? Deyir, dizlərini qucaqlayıb, oturub Əli əleyhissalamın qapısının ağzında ağlayır. Dedi, İmam Həsən, ağa, hara gedim? Bir ömür burada olmuşam. Bir ömür bu qapıda xidmət eləmişəm. Bu qapının nökəri olmuşam. İndi hara gedim? Deyir, gördü, çox ağlayır, deyir. Dedi, istəyirsən görəsən Həzrət Əlini son anda. Deyir, girdi içəridir. Əli əleyhissalam o halda gördü, başladı bəkdən ağlamağa. Həzrət deyir, gözünü açdı, dedi, asta ağla. Zeynəbim indi aram olub. Zeynəbim indi aram olub. Övladları yığışıb bu gecə Həzrət Əli əleyhissalamın başına. Bir tərəfində İmam Həsən ağa oturub, bir tərəfində İmam Hüseyin əleyhissalam oturub. Ayaq tərəfində Zeynəb, Gülsüm dayanır. Baxırlar, ağlayırlar. Deyir, Həzrət gözlərini açdı, balalarına baxır, vəsiyyət eləyir. İmam Həsənə, İmam Hüseynə vəsiyyət eləyir bir-bir. Gördü, bayırdan şiddətli bir ağlamaq səsi gəlir. Oğul Həsən, kimdir o ağlayan? Dedi, ata, qardaşım Əbəlfəzdir. Onu aram eləyə bilmirəm. Deyir, niyə evə gəlmir? Dedi, ola bilsin, özün ögey bilir, ona görə utanır, gəlmir. Dedi, çağır onu içəri. Həzrət Əbəlfəz əleyhissalamı çağırdı, deyir, əyləşdirdi yanında. Gördülər, Əbəlfəz əleyhissalamın əlini tutdu, getirdi, qoydu İmam Hüseynin əlinin üstünə. Dedi, Əbəlfəz, vaxt gələcək, gün gələcək, sənə vəsiyyət edirəm, nə bada hamı Hüseyni tərk eləsə də sən tərk eləmə, Hüseyni tək qoyma. Gecənin bir aləmi Həzrət dünyaya rəhlət eləyir. Vəsiyyət eləmişdi, gecə qüsul eləsinlər, gecə kəfən eləsinlər, vəsiyyətlərini icra elədilər. Götürdülər cənazəni gecə vaxtı. Əlinin evinin bir qəribə bir adəti var idi. Gecələr dəfn olurdu. Fatiməni də gecə dəfn elədilər. Əlini gecə dəfn eləyirlər. Getirdilər, gəldilər Nəcəf şəhərində indiki Həzrət Əli əleyhissalamın gözəl qəbri olan yerə. Getirdilər, gəldilər. Balaları qəbri üstünü açdılar ki, qəbir var idi, hazır idi. Bir lövhə çıxdı oradan. Yazılmışdı lövhənin üstündə, bunu Həzrəti Nuh axır zaman Peyğəmbərin vəsisi üçün qazıb. Orada dəfn elədilər. Deyirlər, Səsət ibn Suhan roza deyirdi, İmam Həsən ağlayırdı, İmam Hüseyin ağlayırdı. Ayrılmaq istəmirdilər Həzrət Əlinin qəbrindən. Amma qərar buydu, qəbir gizli olmalıdır. Heç kəs xəbərdar olmamalıdır. Sadəcə 5-6 nəfərlə dəfn edirlər Əli əleyhissalamı. Qayıdırlar, yolda İmam Həsən, İmam Hüseyin görür bir xarabalıqdan ağlamaq səsi gəlir. Ağlayır bir nəfər, deyir, Allah adamsızam, kimsəsizəm, heç kimim yoxdur. Yolları salırlar xarabanın içinə, görürlər bir qoca kişi də oturub ağlayır. İmam Həsən deyir, əmi buyur, bir istəyin ola, sən burada necə yaşayırsan? Niyə təksən? Dedi, mən uzun illərdir burada yaşayıram. Amma mənə hər gün bir nəfər baş çəkirdi. O adam 3 gündür gəlmir. Mənə hər gün nəvaziş eləyən var idi. Gələrdi, mənə yemək yedizdirərdi, libasımı təmizləyərdi. Deyir, baxdı İmam Hüseynə deyir, dedi, əmi onu tərif eləyə bilərsən bizə, necə biri idi? Dedi, mənim gözlərim görmür, mən koram. Amma onu bilirəm, gələrdi, oturardı yanımda, qucaqlardı mənim boynumu, deyərdi, sən də təksən, adamsızsan, mən də təkəm. Sən də məzlumsan, mən də məzlumam. Qalardı yanımda, mənlə danışardı, məni nəvaziş eləyərdi, könlümü açacaq sözlər deyərdi və gecənin bir vaxtına qədər mənlə olardı. Ona görə indi ağlayıram ki, qəribəm. Dedilər ki, o sənə 3 gündür gəlib baş çəkməyən şəhadətə çatıb, o bizim atamızdır, Əli ibn Əbi Talibdir, deyir. Deyir, kişi başladı ağlamağa, dedi, indi adamsız qaldım, indi yetim qaldım mən.
Allah'ın verirəm Peyğəmbər Əhl-i Beyti hörmətinə, Allah'ın verirəm bu saatlar, bu gecənin bu vaxtında Əmir Əl-Mömininin evindən uzalan nalələrin sədasına, məscidlərdə bu gecələr Əmir Əl-Mömininin adı çəkilir, möminlər göz yaşı tökür, ağlayır, qüssələnir. Allah'ın verirəm bu saatlara möminlərin göz yaşının hörmətinə, Allah bu Qədr gecəsin bizlərə bərəkətli, xeyirli və ibadətdə müvəffəq qərar versin inşallah. Allah günahlarımıza, səhvlərimizə, xətalarımıza qələmi əfv çəksin inşallah. Əmir Əl-Mömininin istəyi bu idi, dünyadan hamı pak getsin. Heç kəs günahla getməsin. Bir günahkar görəndə çalışırdı onu paklasın, ona müəyyən köməklik eləsin. Bizim bu gecə Əmir Əl-Mömininə təskinliyimiz, onun balalarına təskinliyimiz bu olar ki, bu gecə səmimi bir tövbə eləyək. Elə tövbə eləyək ki, o tövbə gələcəkdə günaha tərəf getməyə bizi həmişə utandırsın. Həmişə o tövbəni, o gecəni, bu gecəni xatırlayaq, utanaq, deyək ki, biz Əlinin adından sonra tövbə eləmişik. Əliyə göz yaşı tökəndən sonra tövbə eləmişik. Əlinin balalarını düşünüb tövbə eləmişik. Onların nalələrinə həm nalı olub tövbə eləmişik. Allaha and verirəm Peyğəmbər Əhl-i Beytinə. Allah bir gecə bizi həqiqi tövbəkarlardan qərar versin. Amin. Xəstələr var, yadımızda, yadımızda olan xəstələrə İmam Zeynul Abidin əleyhissalam hörmətinə şifai acil mərhəmət eləsin. Amin. Qəriblikdə, qürbətdə olanlarımızı, əskərlikdə, əsirlikdə olanlarımızı, ölkə xaricində, ruzi dalıca, təhsil dalıca olanlarımızı sağ-salamat ailələrinə qovuştursun. Amin. Allah Teala bizim və bizdən sonra gələn nəsillərimizdən Əli və övlad-ı Əliyə düşman qərar verməsin. Amin. Allah bizi İslamına, dininə, xalqına, millətinə xidmət edənlərin yaxşılarından qərar versin. Amin. Allah bu Ramazan ayın, bu Qədr gecələrin, ömrümüzə sonuncu Ramazan, sonuncu Qədr gecələri qərar verməsin. Amin. Hər kəsin nə hacəti, nə istəyi var, qəlblərimizdə olan hacət və istəklərimizi rəva eləsin. Amin. Bacı qardaşlarımız iltiması dua eləyiblər sizlərdən, bizlərdən, evlərdə ehya saxlayan ana bacılarımızın, qardaşlarımızın hacət və istəklərini rəva eləsin. Amin. Allah heç kəsi bu gecə evindən əliboş yola salmasın. Amin. Allah ağla gələn, ağla gəlməyən bəlalardan bizi hifz eləsin. Amin. Allah Teala dinin yoxluğu ilə bizləri imtihan eləməsin. Amin. Həyatda olan, yaşayan ata-analarımızın, valideynlərimizin ömrünə bərəkət inayət eləsin. Amin. Dünyasını dəyişən valideynlərimizin, ata-analarımızın, xüsusən bizlərlə bir yerdə bu gecələrdə, məscidlərdə ehya saxlayardılar, tərk-i dünyadırlar və alimlərimiz, ruhanilərimiz ki, biz onların məclislərində oturardıq, istifadə eləyərdik, xüsusən dəyərli əzizimiz Hacı Şahin qardaşımızın Allah ruhunu şad eləsin. Amin. Onu bir ömür tərif elədiyi, tanıtdırdığı, vəsf elədiyi, sevdirdiyi Əmir Əl-Mömininlə məşhur eləsin. Amin. Allah'ın verirəm Muhammed Ali Muhammed hörmətinə, Allah'ın verirəm bu gecənin əzəməti hörmətinə, yaddan çıxan duaları barəmizdə müstəcab eləsin. Amin. Allah'a and verirəm böyüklüyü xatirinə, İmam-ı zamanımızı bizlərdən razı eləsin. Ağamızın dualarını halımıza şamil eləsin. Və Həzrətin zuhurunda, gəlişində günü-gündən təcil qərar versin inşallah. Mən bundan artıq sizi yormayım. Allah razı olsun. Diqqət, səbir göstərdiniz, dinlədiniz. İnşallah ki, Bikəyə Allah mərasimimiz bir yarım saat düşünürük, ara verək, dəstəmaz və başqa ehtiyacların qardaşlar ödəmək üçün və su içsinlər, çay içsinlər ki, çöldə şərait yaradılıb. Ondan sonra inşallah mərasimimiz başlayacaq. Peyğəmbər və pak Əhl-i Beytinə, xüsusən Əmir Əl-Möminin Əli ibn Əbi Talibin pak, mütəhhər ruhuna
3 dəfə nurani salavat hədiyyə edək.